Bismillahirrahmanirrahim. Əvəmən kânə meytən fəəhyəynâhu və cealnâ lehu nûren yemşi bihi finnâs. Ən'am surəsinin 122-ci ayəsində Allah bir gözəl məsəl vurur. Həqiqətdə 2 dana məsəldir bir ayədə. İman və küfr. İnsan Allaha iman olan. Allaha iman əsasında insanın ruhu ölülükdən dirilər. Elə bir ruh ölmüşdür, necə bədən ölər, Qur'anın terminində insanın ruhu da ölər. Nəfəs çəkər, hərəkət eləyər, amma daha əxlaq yoxdur, daha mənəviyyət yoxdur, daha inkişaf yoxdur. Çünki insan Allahı unutsa, Quran buyurur, özünü də unudar. Nəsullah fəənsahum ənfusəhum. Bunlar özlə Allahlarını unutdular, amma cəzalandırma bu oldu. Allah bunları belə cəzalandırırlar. Özlərinə də unutdurar özlərinə. Özlərini unutturmaq, yəni ruhlarını, ölvi tərəflərini, mələkut tərəflərini unudar. Daha inkişaf, ruhi inkişaf olmaz. Daha mənəviyyət, əxlaq və iman olmaz. O ruhda ki, mənəviyyət və əxlaq və iman yoxdur, o ruh ölər. Deyir, bu ölü ilə diri birdir. O ruhi ki, ölübdir, buyurur, o ki, əvəmən kânə meytən fəəhyəynâhu, o ki, əvvəl ölürdü, sonra biz o diritdik. Bu ayənin şə'ni nuzulunda yazıblar, bu Həmzə barəsindədir. Həmzə Seyyidüş-Şühəda ki, əvvəl hələ fikirləşirdi, sonra Əbu Cəhl Peyğəmbərə ədəbsizlik eləyəndən sonra gəldi, müdafiə elədi və iman gətirdi. Allah buyurur, bu ölü idi, çünki iman yox idi. Dirildi, biz onu diritdik, iman verdik, mənəviyyət verdik, əxlaq verdik. Aya bu bərabərdir onunla ki, ölüdür? Ki, Əbu Cəhli ki, ömrünün axırınacan inatkarlığına görə, təəssübuna görə iman gətirmədi. Ondan ki, bu bərabərdir, ölü ilə diri ki, bərabər olmaz. O ki, iman gətirib diridir, o ki, iman gətirməyib ölüdür. Buradan bir dənə ayrı məntiq üzə çıxır. 2 növ ölü var, 2 növ diri var. Bir ufuqi ölü var ki, bu bədən ölür, ruh bədəndən ayrılır və bunu qəbristanlığa aparırlar. Ufuqidir. Bir şaguli ölü var. Nəfəs çəkir, amma da inkişaf yoxdur, da mənəviyyət yoxdur. Əmirül-Möminin Nəhcül Bəlağədə buyurur, bu məyyitül əhyadır. Bu dirilər içində ölüdür. Allah-u Teala bu məsəli bu ayədə Əbu Cəhl ilə Həmzəyə vurubdur. Ya bəzi təfsirlərdə Əmmar Yasir ilə Əbu Cəhlə vurubdur. Əmmar Yasir şikəncə olunurdu, danlanırdı. Niyə mənəviyyətə, imana, tohidə gəlirsən? Deyir, bu ölüydü, biz diritdik. Əmmar ilə Əbu Cəhl birdir, Həmzə ilə Əbu Cəhl birdir. Esselamu aleykum və rəhmətullah və bərəkət.